Salamlar həmkarlar. Bugün sizə web platformasında necə chatbot yaratmaq lazımdır, onu göstərəcəm. İlk olaraq gəlirik burada chatbot hissəsinə. Seçim etdikdən sonra burada sağ tərəfdə New Chatbot knopkası var. Bura klik etdirik və mütləq bir kanal seçməliyik buradan. Mən Instagramı seçəcəm və ad təyin edəcəm. Yazaq New Chatbot. Yazdıqdan sonra Create New Project klik edəcəyik. Bu o deməkdir ki, əgər siz hazırda chatbotunuz varsa, oradan buraya kopyalamaq istəyirsinizsə seçim edirsiniz və digər chatbotu bu yeni chatbota kopyalayırsınız. Ehtiyac yoxsa Create New Project-ə klik edirik. Burada ilk olaraq flows yaratmalıyıq sol hissədən ki, chatbotumuzu quraq. Bura yazırıq yeni start. Və biz mesaj yazmaq istəyiriksə, nəsə proses aparmaq istəyiriksə, ilkin olaraq message blokunu sıxıb gətirməliyik bura. Yazı yazmaq üçün text butonu var burada, bloku. Bunu sıxıb gətiririk eyni qaydada bura və istədiyimiz mesajı yaza bilərik. Məsələn, salam. Və yazdıqdan sonra mütləq və mütləq publish düyməsinə klik etmək lazımdır. Publish etməkdən əvvəl gəlirik settings bölməsinə. Burada enable messaging loop var. Bura klik edirik, daha sonra publish edirik. Bunu artıq hər dəfə etməyə ehtiyac olmayacaq. Bu burada bir dəfəlik qalır. Yenidən qaydırıq bura. Əgər biz buton əlavə etmək istəyiriksə, burada add buton bölməsi var. Add buton bölməsini klik etdikdən sonra yaza bilərik, məsəl üçün bizimlə əlaqə. Və bir neçə buton, 3 dənə də buton əlavə etmək olur burada. Bizimlə əlaqə butonuna klik etdikdən sonra, daha doğrusu hazır etdikdən sonra biz burada yazmaq əvəzinə burada yazsaq daha yaxşı olar ki, əgər biz sonradan dəyişiklik etməli olsaq, silməli lazım gəlsə, birbaşa bütün hər şey silinəcək. Ona görə ən yaxşısı buradan bizimlə əlaqə butonunu yaradırıq. Save edirik və istədiyimiz məlumatı yenidən eyni qaydada bura gəlib yazırıq. Yazdıqdan sonra yenidən start bölməsindən qaydırıq. Bizimlə əlaqə butonun üzərinə gəlirik və gəldikdən sonra burada go to flow var. Bunu seçim edib sıxıb gətiririk bura. Select flow edirik və bizimlə əlaqə bölməsinə birbaşa keçid edəcək bu formada. Və sonra publish düyməsinə klik edirik.